Herkes salam, Kripto Azərbaycan izləyiciləri yeni bir video ilə daha qarşınızdayım. Xatırlayırsınızsa, keçən dəfə sizlərə siqnala qoşulacağımızı dedik və nə oldu? Təbii ki, dostlarım, biz ödənişi etdik və $25.000 qarşılığında sadəcə baxın, proyektin adını ödəmək üçün siqnala qoşulduq. Təbii ki, xaricilərdə, yəni qlobal kanallarda siqnal necə deyim, kanalları daha çoxdur. Yəni onlar belə deyim, aylıq 5.000, 10.000 dollar tək adam başına düşən qiymətlər var ki, Telegram vasitəsilə qoşulursunuz. Yəni müəyyən siqnalları əldə edirsiniz. Həmçinin dostlarım, burada görürsünüz, bu kriptovalyuta dünyasında milyonlarla valyuta var. Milyonlarla. Amma ayaqda qalan, illərdir ayaqda qalan, proyekt şəklində davam edən, ortalama saysaz milyonlarla kriptovalyutanın içində nə qədər? 150-200 ədəd kriptovalyuta var ya yoxdur. Baxın, milyonlarla kriptovalyutanın içindən bu günlərim sadəcə və sadəcə işinə düzgün şəkildə davam edən 150 ədəd kriptovalyuta var ya yoxdur. O kriptovalyutalardan da, məsəl üçün, Ethereum. Zamanında kim Ethereumla 50 sent dəyərində bir ədəd Ethereum 50 sentə alıbsa, 30 sentə, 50 sentə və ya ön satışına qoşulubsa, yəni kimlər nə pul tutubsa zamanında tutub. Başa düşdünüz? Bizə də indi nə lazımdır? Ethereum kimi, Solana kimi proyektləri axtarıb tapmaq, onların və ya təbii ki, bu sonuncusuna niyə bu qədər güclü risk elədik? Çünki qlobalda ən güclü adamdan biz siqnalı götürdük. Burada gördüyünüz kimi zamanında Ethereum 50 sent, baxın indi qiymətini $3.772 görürsünüz. 50 sent civarlarındaydı. 50 sentdən qalxır hara qədər? $1028, $1158. Və ondan sonra gördüyünüz kimi dostlarım, burada indi $86 göstərir ən dip qiymətinə. Ancaq Ethereum düşünün ki, $1158-dan qiyməti $16 qədər düşür. Və təkrardan nə edir? Yüksəliş. Çünki niyə? Proyekt sağlam proyekt olub. Başa düşdünüz? Hal-hazırda Ethereum demək bu kriptovalyuta dünyasının bir sütunu deməkdir. Başa düşdünüz necə? İndi gəlin, indi qaydağın, məsəl üçün, hara 2015-ci ilə. Hamınız bilsəydiniz ki, əgər Ethereum 10 ildən sonra bu tərz qalxış verəcək, sadəcə $100-200 yatırımlarla 500.000, 1 milyon pullar götürərdiniz, düzdürmü? Və hamınız da qaça-qaça satın alardınız. Eynən bugün BNB olsun, BNB mənim zamanımda 80 sent idi və ya Solana olsun, Solana mənim zamanımda 60 sent idi. Təbii ki, dostlarım, baxın, burada gördüyünüz bir çox valyutanı mən qaçırtmışam. Bax, eynən sizlər kimi düşünmüşəm ki, müəyyən qazancı götürüm, ondan sonra fisiyoda, yəni nə olar. Amma baxmışam ki, Solana'nı məsəl üçün $1 alıb $5 satdığım Solana $260 qədər yüksəlib. Bilirsiniz bu nə deməkdir? Və ya BNB düşünün ki, $1-2 idi. 80 sentə qədər qiyməti var idi BNB-nin. İndi hal-hazırda birinin qiyməti $1154 qədər qalxmışdı, indi $1079-dır. Yəni ki, bu valyutaların, dostlarım, baxın, sizə ön sıranı göstərirəm daima. Burada artıq bizdən bu xayb, necə deyim, bunları almağın, necə deyim, zamanı bizdən keçib. Bilirsiniz niyə? Biri var Ethereum-u və ya BNB-ni $1 satın alasan, biri var da ki, nə edəsən, belə deyim də, bir valyuta tapasan və ona risk edəsən, güclü bir valyuta ola. Zamanla Ethereum kimi, BNB kimi ola. Başa düşdünüz? Yəni sizə bizim aldığımız siqnalın önəmini deyirəm ki,
Sizə 20 dəqiqəlik siqnala qoşulandan sonra video atacağam və o videoya baxıb özünüz də görəcəksiniz ki, mən sizə hansı proyekti təqdim eləyirəm. Düşünün ki, mənim dediyim proyektin, yəni bir bina düşünün və o binanın təməlinin atılmağını düşünün. Sizlər o binanın təməlinin atılışında iştirak edirsiniz. Yəni zamanla bu proyekt baxın 50 dollara, 100 dollara sizə milyonlar qazandıra bilər. Baxın dostlarım, ticarətin bir risk olduğunu hamımız bilirik. Okey də, yəni burada ümumiyyətlə həyatda hər şey, gördüyümüz hər şey bir riskdir. Bu günlərim necə deyim, taksi şoförü evindən çörək qazanmaq üçün çıxır. Yeri gəlsə risksiz işləyirsinizsə əgər. Yolda indi olur da bu tərs hadisələr. Bir qəza törədir və rəhmətə gedir. Həmçinin bir fəhlə, bir bina tikinti işinə gedir, oradan yıxılır, rəhmətə gedir. Bunlar nədir? Taksi şoförü nə edir burada? Benzinini satır, bir də zamanını satır. Fəhlə nə edir burada? Həm gücünü satır, həm zamanını satır. Amma risk edir. Risk edirmi? Canıyla risk edirlər. Başa düşürsünüz nə demək istədiyimi? Biz isə kriptovalyutalara pulumuzla risk edirik. Hansınızın işlədiyi işdə bir çoxunuzdan gedir söhbət. Ölüm riski yoxdur. Hamısında var. Başa düşdünüz? Burada da pul itirmək riski var. Bunu yanıb dərk edin. Mən daima qazana gedəcəm deyən axmaqlar. Sizlər heç vaxt bir valyutanın nə ən dip qiymətini, nə də ki ən təpə qiymətini bilə bilməzsiniz. Baxın, bazarın rəngi bir gün yaşıllaşır, bir gün isə nə olur? Qırmızılaşır. Yəni burada bu valyutaların qiyməti bir gün, necə deyim sizə, 10 qat olur, bir gün 10 qat ziyanda olur. Baxın yoldaşlar, Kripto Azərbaycan kanalı çox balaca bir kanal ola bilər. Amma illərdir gördüyümüz işlər amma çox böyük işlərdir. Mən hər zaman sizlərə demişəm ki, bir valyutanı 2 qatda satın. Çünki niyə? Bazara güvən yoxdur. Başa düşürsünüz. Amma bu valyutanı da demirəm ki, bu siqnalı 2 qatda satın. Çünki bu gələcəyin, yenə də deyirəm, Ethereum-u, BNB-si, Solana'sı kimi olan bir valyutadır. Yəni çox xırda miqdarlarla sizi birbaşa milyonlara aparacaq bir valyutadır. Bax, səhv eşitmirsiniz. Siqnala qoşulan hər kəsə mən 20 dəqiqəlik videonu göndərirəm. Bu kriptovalyutanın arxasında milyardlıq şirkətlər dayanıb. Bu kriptovalyuta bütün hər şeyi özündə birləşdirir və hal-hazırda onun market capı çox dip səviyyələrdədir. Yəni ki, bəlkə də bu videoda sənə həyatımın ən böyük fürsətini verirəm. Baxın, mən sizdən öncə admin qrupla biz risk etdik. Sizdən öncə biz bu pulu düzəldik 25.000 dollara. Biz bu siqnalı aldıq. Dostlarım, biz indiyənə kimi 50 dəfə, nə bilim 100 dəfə siqnallara daxil olmuşuq. İndiyənə kimi görmüsünüz məni bu qədər israrcı olun. Söz yox, bu video sonuncu videodur. Baxın, təkrardan deyirəm, həqiqi mənada deyirəm. Bu valyuta, yəni birbaşa %100 həyatımızı dəyişə bilər. Çox böyük şirkətlərlə işbirlikləri edir. Yəni düşünün ki, bu şirkətlər üzərində bunlar bəzi şeyləri inşa edəcəklər. Siqnal valyutası olduğu üçün üstü örtülü deyirəm. Bəzi şeylər inşa edəcəklər. Və ondan sonra bunların mallarının dəyəri artacaq. Baxın, Ethereum-un dəyəri niyə artır? Çünki Ethereum blokçeynində çox şey inşa olunub. Və bu günlərim o inşalardan yararlanmaq üçün hamımız məcburuq ki, Ethereum alaq. Başa düşdünüz, Ethereum-la hərəkət edək. Mən sizə belə bir valyutadan söhbət edirəm.
20 dəqiqəlik baxın, siqnala sizlər qoşulduqdan sonra sizə 20 dəqiqəlik video atacağam. Əgər o proyekt sizə məntiqsiz gəlsə və məntiqsiz olduğu yerində mənə sübut edəcəksən. Yəni çünki mən də qarşındakı Azərdə hərf deyil. Sən öl desən ki, hə məntiqsizdir, yəni buna yatırma dəyməz də qardaş, baxdım bəyənmədim. Sənin mən $100 geri qaytaracağam. Başa düşdün? İndi sözsüz ki, hərənin öz kişiliyi var, öz mənliyi var. Yaxşıya pis demək, necə deyim, şərəfsizlik olar. Yəni ki, təkrar deyirəm. Bu siqnal %99 ehtimal bu siqnal həyatınızı dəyişə bilər. Çünki arxasında 100 milyardlarla dollar, baxın 100 milyardlarla dollarlıq şirkətlər dayanıb. Və bu günləri sadəcə və sadəcə bu kriptovalyuta bazarında, baxın bu valyuta ilə əməkdaşlıq edir. Mənim sizə deyəcəyim valyuta ilə. Bunu sizə göndərəcəyim 20 dəqiqəlik videoda sübut edirəm. Başa düşürsünüz? Yəni düşünün ki, siz Ethereum bugün $4.000 tanıyırsınız, Bitcoin'i $100.000 tanıyırsınız. Bax, həmən videoda mən sizə göstərəcəyim valyutanı ən dip qiymətdə tanıyırsınız. Elə bilin ki, 15 il, 10 il əvvəlinə gedirsiniz, 17 il əvvəlinə gedirsiniz, Bitcoin'i 1 sentdə tanıyırsınız. 1 sent. Bax, Bitcoin elə burada 6 sent göstərdir. Bax, görürsünüz, 6 sent qiyməti. Düşün ki, 2010-cu ilə qayıdırsan. Yəni, dostlarım, mən kriptoya inanclı biriyəm. Kriptovalyutaya inanan biriyəm. Mən bu kriptovalyutadan çox möcüzəvi miqdarlar qazanmışam. Təəssüflər olsun ki, zamanında mən pulu qazanmışam, idarə edə bilmədiyimə görə futuresdə itirmişəm, ağılsız xərclər etmişəm. Yəni, bir çox şeylər etmişəm də, pulu əlimdən qaçırmışam. Yəni ki, pul qazanmaq ayrı bir sənətdir, pulu idarə etmək ayrı bir sənətdir. Başa düşürsünüz? Yəni, mən də qazanmışam bu zibili, amma bunu heç vaxt idarə edə bilməmişəm. Baxın, qarşımızda belə bir siqnal var. Bu sonuncu videodur və sizlər üçün sonuncu çağırışdır. Çünki müəyyən adamlar yığılmayıb deyə. Bu valyuta tamamən başqa bir şeydir. Bazarda bir valyutanı ən dibdən kəşf edirsiniz uşaqlar. Mənim sözümə inanmaq da bir seçimdir. İnanmamaq da bir seçimdir. Amma mənəm. Başa düşdünüz? Mən də bilirəm nəyi deyirəm. Heç birinizi məcbur etmirəm. Sadəcə olaraq əgər mənim kimi həqiqi mənada kriptovalyutaya inanan varsa, qoşulsun da qoşulsun. Bu siqnala qoşulsun. Əgər inancın varsa kriptovalyutaya, sən %100 deyirəm, bu kriptovalyuta sənin əlində olmalıdır. Hər gün almalısan. İndi biri qayıdıb deyəcək ki, keçən videoda dediyiniz kimi, niyə pulsuz paylaşmırsan? Sizlərlə o qədər pulsuz valyuta paylaşmışıq ki, $25.000 siqnalına pul verib girdiyimiz valyutadır. Niyə bunu sizlərlə artıq pulsuz paylaşmalıyıq? Yığışdınız bir yerə, birləşdiniz bizimlə bərabər köməkləşdiniz bu valyutanı ala bilmək üçün. Hansınız əlinizi cibinizə atdınız? Heç biriniz. Qoyardınız da Pərvin kimi $3.000. Qoyardınız da İlkin kimi $1.500. Və ya Fəhmin kimi 2.500. Və ya mənim kimi o siqnalı ala bilməkdən yana $3.100. Yəni ki, ona görə heç kim gəlib burada agitasyona falan etməsin də, başa düşdüz rəylərdə mənim pulum yoxdur, belə elə qardaş. Yəni bizim də başa düşdün o deyilik də, milyonçu deyilik, milyarder deyilik. Bildiniz necə? Biz də cibimizdən pul qoyuruq, biz də boğazımızdan kəsirik. Yəni sizə bunu bu şəkildə deyim, belə başa düşün. Sənin pulun özün üçün dəyərli olduğu üçün, sənin pulun necə sənin üçün dəyərli deyirsən, əziyyətlə qazanıram. Biz də əziyyətlə qazanırıq.
Gətirək burada 5 dənə, 3 dənə uğraşa, niyə əziyyətlə qazandığımız pulu yedizdirək ki? Axırda sağ ol deyəcəklər, yox. Nəysə dostlarım. Yəni konkret olaraq kriptoya inanclı şəxslərə səslənirəm. Yəni bu sizin üçün bəlkə də ən böyük qatarlardan biridir. Sağ olun, hələlik.